Təcrübəli valideynlər bilirlər ki, həyat bilgiləri övladları üçün ən yaxşı müəllimdir və bu səbəbdən övladları hər hansı bir səhv iş gördükdə çalışmazlar ki, onu örtbasdır eləsinlər. Əksinə, övladlarını səhv qərarlar qəbul etməyə təşviq edərlər ki, bəzən ki, övladları onlardan dərs çıxartsınlar. Qəbul edilmiş seçimin və qərarın nəticəsinin çox az zərərli olduğu kiçik yaş dövründə valideynlər tez-tez övladlarını seçim etməyə və qərar verməyə təşviq edərlər və buna şərait yaradarlar. Bütün hallarda verilmiş qərarın, edilmiş seçimin nəticəsi istər yaxşı olsun, istər pis olsun. Övlad bütün hallarda seçim etmək vərdişi qazanır. Bu önəmli məsələlərdən biridir. İndi gələk seçim etmək yaşına. Hansı yaşdan övladlarımıza seçim etmək və qərar vermək xüsusiyyətlərini, alışqanlıqlarını qazandıra bilərik. Övlad körpə ayaq tutub yeriməyə başladıqdan sonra, məsələn, paltar geyinən zaman valideynlər bir neçə seçim onlara nümunə verə bilər. Yaşıl paltar geymək istəyirsən, yoxsa ağ paltarı, yoxsa qara köynək geymək istəyirsən və yaxud yemək yeyən zaman banan əzməsi istəyirsən, ət supu istəyirsən, ya toyuq yemək istəyirsən və yaxud parka gəzməyə gedəndə karuselə minmək, yerlənmək istəyirsən, yoxsa avtomobil sürmək istəyirsən. Təbii ki, bu yaşda edilən seçimlər, verilən qərarlar şuurlu fərqindəliklə verilən qərarlar deyildi, mexaniki qərarlardı. Ancaq bütün hallarda irəliyə doğru bunlar övladımızın önəmli məsələ olan seçim və qərar bacarıqlarını qazandırır. Nə zaman övladlarımız seçim və qərarların məsuliyyətini daşımağa başlamalılar? Bu bir qayda olaraq 4 yaşdan sonra, nə zaman ki biz övladımıza davranış tərbiyəsi verməyə başlayırıq, nə zaman ki onlara sərhəd şuur aşılamağa, nizam-intizam aşılayırıq, bu dövrdən də onlara kiçik seçim və qərar almalarını və bunun məsuliyyətini daşımağa təşviq eləməliyik. Bunun üçün ən yaxşı formalardan biri ailə toplantılarıdır ki, yəni bu qərb ədəbiyyatında çox geniş yayılmış bir formadır. Bütün bunlar bir mənalı olaraq övlada özgüvən verir, özünə inam artırır. Bütün bunlar haqqında geniş məlumatı Xoşbəxt Övlad Böyüdək Nə Etməli kitabımdan ala bilərsiniz.